Qur'an hər şeyi yoxdan yaradan və elmi ilə bütün varlıqları əhatə edən uca Allahın sözüdür. Buna görədir ki, müasir elmin hələ yeni əldə etdiyi bəzi həqiqətlər bundan 1400 il əvvəl göndərilən Qur'anda mövcuddur. Allah bir ayəsində Qur'an haqqında belə buyurur: Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. Qur'anda heç bir ziddiyyət olmadığı kimi, içindəki hər bir məlumat gün ötdükcə ilahi kitabımızın yeni möcüzələrini ortaya qoyur. İnsanın vəzifəsi isə Allahın göndərdiyi bu ilahi kitaba sarılmaq və onu özünə rəhbər qəbul etməkdir. Allah bir ayədə belə buyurur: Bu, nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm edilsin.